Sən iş yerində problem var. Sən düşünürsən ki, problem müdirindədir, işçidədir, müştəridədir. Yox əzizim, problem elə sənin özündədir. Hər dəfə onları görəndə əsəbləşirsən, qıcıqlanırsan. Gün keçdikcə bu his daha da böyüyür. Sonra nə olur? Şikayət etməyə başlayırsan. Bu iş yerinə getməliyəm deyirsən. Deyirsən ki, burada işləmək mümkün deyil. İş yerinə gedirsən. Sonra nə olur? Eyni hal yenə də təkrarlanır. Çünki problem iş yeri deyil ki, problem sənin beynində yaratdığın proqramdır. Bu proqram hardan gəlib? Bu sənə valideynlərdən, bir də cəmiyyətdən öyrənmisən. Hər dəfə eyni vəziyyətə rastlaşanda içindəki düymə, sistemin düyməsi basılır və sistem işə düşür və sən eyni reaksiyanı verirsən. Bəs çıxış yolu nədir? Duyğunu sorğula. Soruş özündən ki, mənim içimdəki hansı düşüncə var ki, bu hissi yaradır? Soruş və düşüncənin dibinəcən get, qaz onu, qaz. Bunu etdikcə zehnindəki xaos nizama düşəcək. Həmin proqram çözülməyə başlayacaq, düşüncən dəyişəcək və duyğuların dəyişməyə başlayacaq və sonra nə olacaq? Sonradan davranış istərsən də dəyişəcək. Bir də baxacaqsan ki, o müdir artıq sənə əsəb vermir. O işçi səni artıq qıcıqlandırmır. O müştəri artıq sənə problem kimi görünmür. Hətta bəlkə də onları sevməyə başlayacaqsan. Çünki problem onlarda deyil, sənin daxilində idi.